Yəni şah filin üstündə gəlir öz sarayına, birbaşa otağına fillə gedir. Videoyu başlamamışdan qabaq biraz fikirləşirik ki, sanki bu videoların hamısı biraz belə eyni formada gedirlər. Bu ölməz texnologiyalardan danışdığımız, bazara dəyişən texnologiyalardan danışdığımız videolar məsələsi. Amma görürsən ki, belə dərinliyinə baxanda hamısında həqiqətən də müəyyən bir fərqliliklər var. Həqiqətən də bazarı dəyişdirən bu məsələlər həmişə bizdə davam edir. Deməli, indi bu gün danışacağımız mövzular yenə ölməyən texnologiyalardan danışırıq. Bu, belə deyək ki, bu videomuzda da Prodigma News-da. Birinci danışacağımız mövzumuz Hollywood Golden Age üslubu məsələsi idi. 1930-1950-ci illər arasında Hollywoodda bir üslub yaranır. Hansı ki, bu dəqiqə də həmin üslubun belə deyək ki, çox elementindən istifadə olunur. Necə idi həmin üslub? Klassik bir ssenari gedişatı məsələsindən söhbət gedir. Məsəl üçün, intervyularda 3 nöqtəli işıqlandırma məsələsindən söhbət gedir. 3 nöqtəli işıqlandırma indi bu dəqiqə dünyada ən məşhur olan və ən çox istifadə olunan məsələlərdir. Yəni bir dənə sənin key light'ın var, sənə biraz buradan fill light'ın var və arxada səni arxa fondan ayıran bir dənə də backlight-ın var. Və bu üç məsələ əslində hər yerdə bu istifadə olunaraq gedir. Biz jurnalistikada oxuyanda bizim orada müəllimimiz həmişə bizə deyirdi ki, kadrları çəkəndə orada bir məsələyə fikir vermək lazımdır. Yəni kadrların ardıcıllığında. Adı belə idi. Close up, surprise me. Close up, surprise me. Bu ola bilər ki, close up, surprise me ola bilər. Close up, surprise me də ola bilər. İndi mən sizə deyəcəm onu məsələ nədir? Close up, yəni yaxından, detal çəkilişidir. Yəni məsələn sən tutaq ki, hardasa bir yerdə hansısa bir işi çəkirsən, orada məsəl üçün detalları çəkirsən. Bir dənə buradan kadrın var, bir dənə oradan kadrın var, bir dənə həqiqətən işi görən yerdə kadrın var. Bir dənə də sadəcə böyük kadr verdin, geniş kadr verdin. Geniş kadrı verirsən, artıq sən orada başa düşürsən ki, bayaqdan məsəl üçün klaviatura nəsə yazan və yaxud da nəsə çəkən adamın detallarını görürdün. İndi uzaqdan görürsən ki, bir nəfər masasının arxasında oturub, məsəl üçün otağıdır. Artıq sənə sırası başlayır hissiyatları verməyə. İndi bu dəqiqə də məsələn Hollywoodun da bu kinolarında həmin Golden Age məsələsində də yaranan məsələlərdən biri idi. Elə o bizə bu məsələni danışırdı. 3 nöqtəli işıqlandırma, bu close-up məsələsi, davamlılıq məsələsi də onun bir parçasıdır. Yəni davamlılıq məsələsi necədir? Məsələn, adətən kinolarda falan görürük. Məsəl üçün tutaq ki, kimsə qapının ruçkasını əlinə atır. Qapını bu tərəfdən açır. Sonra sən onu içəridən böyük kadrda məsələn qarşılayırsan ki, qapıdan içəri girdi. Orada başa düşürsən ki, hə bu o qapının zamokunu eləyirdi. Yəni sən orada oturub bütün bunlara baxmırsan, deyirsən ki, hə bu qapı idi, oradan belə girdi. O sənə şuuraltı başa düşülür. Sən artıq onu başa düşürsən ki, hə bu qapıdan girmişdi içəri. Onu detallı şəkildə özünə izah eləməyə ehtiyac olmadan. Bu davamlılıq montajı adlanırdı. Yəni bir şey orada kəsildi, orada qurtardı məsələsi deyildi. Məsəl üçün qapını açdı, sonra məsələn görürsən ki, burada yatır. Belə bir şey deyildi. O qapını açır, gəlir ora, orada yatır. Bu məsələni sən insanlara bu formada izah edirdi və buna davamlılıq montajı deyirdilər. Həmin 1930-cu ildən 1950-ci ilə qədər olan hissədə idi. O aralıqda Golden Age məsələsində bu da yaradılmışdı. Bunun da bir tərkib hissəsi mənim indi danışdığım da izləyicinin diqqətini yönləndirmək və hekayəni aydın şəkildə çatdırmaq üçün idi. Yəni ki, sən izləyicinin özündən də asılı olmadan onun diqqətini müəyyən yerə yönləndirirdin və orada baş verən hadisəni bunlardan istifadə eləyərək izləyiciyə daha yaxşı şəkildə izah eləyirdin. Buna storytelling deyirlər. Storytellingin daha yaxşı idi və sən istifadəçilərə necə lazımdır yönləndirərək onlara başa salırdın ki, bu baş verdi, bundan sonra bu baş verdi, bu baş verdiyinə görə bu baş verdi, belə getdi. Bu storytellingin seriallarda məsəl üçün olunan əsas hissəsi, biz Game of Thrones-dan danışırıq da. Game of Thrones-un məsəl üçün serialın yaxşı olmağının səbəbi nədir? Я вот смотрел, вчера тоже присмотрелся, 3-секундный поход Джон Сноу. Aha. Вот он идет 2 секунды. 4 разноплановых ракурса. Ага. Крупный, средний, общий. Вот. И всех с разных ракурсов. 2 секунды, 3 секунды. 2 saniyədir. Və sən təsəvvür elə ki, bu kadrların hər biri üçün əlavə işlər gedir. Да. Yəni kadrların hər biri ayrı-ayrı qurulur. Ona görə də belə kinoların qiymətləri bu qədər çox olur, artır və burada əsas məsələdən biri də mən sənə deyim, bu kinolarda məsəl üçün biz artıq Jon Snow'nun da həyatını bilirik, Cersei'nin də həyatını bilirik, nə bilim, Jaime'nin də həyatını bilirik, Sansa'nın da həyatını bilirik, Arya'nın da həyatını bilirik. Yəni kino 8 sezonda bizə onların
hamısının həyatını tam sıfırdan öyrədə-öyrədə gedir. Brendlə bağlı nələr baş verdi, Johnla bağlı nələr baş verdi, Tywinlə bağlı nələr baş verib, nə bilim Arya ilə bağlı nələr baş verib. Sən orada artıq serialın içərisində olan o karakterlər var ha. O karakterlərin hamısının həyatına girirsən. Onların hamısını ayrı-ayrı başa düşürsən. Orada sən karakterləri başa düşmürsənsə, bir nəfərdən danışırsa serial, artıq o sənə maraqsızdır. Amma sonra o fərqli-fərqli adamlardan danışır, o fərqli-fərqli adamları sənə deyir və sən fərqli-fərqli adamları başa düşürsən, axırda olan hadisədə sən deyirsən ki, bildin? İndi məsələn, kitabı oxuyandan sonra kino sənə başqa cür gəlir. Sonra kinosuna baxırsan, bəzən çox vaxt zibili çıxır. Kitabı çox yaxşı olur, kinosu pis olur. Bəzən kinosu yaxşı olur, kitabı pis olur. Amma məsələn Game of Thrones-dan danışırıqsa, sən orada məsələn baxanda bizi axıra qədər Arya'nın məsələn Game of Thrones-a yəqin ki baxmayan olmazdı və o spoileri yeməyən olmazdı ki, axırda Arya öldürür White Walker-ı. Arya'nın o vaxta qədər özünü yetişdirməyinin bir səbəbi olduğunu axırda onu öldürəndə başa düşürsən. Və Arya'nın bütün sezon ərzində çəkdiyi əziyyətlər, onun elə bil ki, kadrlarını sənə hər sezonda göstərməkləri, sən axırda onu öldürəndə başa düşürsən ki, o bu qədər əziyyəti, deməli, onun qismətində yazılmışdı ki, gəlib onu öldürməlidir, ona görə mənə göstərirdilər. Ona görə də hər karakterin həyatı ilə bağlı olan bu anlatıcılıq, storytelling məsələsi axırda sənin kinonun sezon finalında, daha doğrusu finalında daha yaxşı başa düşməyə gətirib çıxardır. Nəinki məsəl üçün şey kimi, Arka Sokaklar kimi məsəl üçün türklərin bir serialı var. Polislərdir məsəl üçün, hər gün gedib başqa bir adamı tuturlar, fiso qutarı çıxılıb getdi. Yəni bu karakter məsələsinə gedəndə, storytelling məsələsinə girəndə orada artıq başa düşürsən ki, nə məsələdir, kinoya niyə baxdığını anlayırsan. Həmin bunların da hamısının başlanğıcı bu Hollywooddan gəlir. Yəni Hollywoodun Golden Age həmin o vaxtından gəlir. Hekayələri danışmaq, gedişatı pozmamaq, bir line məsələsi formasına getmək. Bundan danışdıq. Sonra baş verən yenilik French New Wave, qaydaların pozulması adı altında gəlir. Buna bu məsələyə belə deyək ki, ad qoyulub. Deməli burada nədir məsələ? 50-60-cı illərdə Fransada yaranır bu məsələ. Burada məsələ nədir? Bu məsələ ilə artıq elə bir bayaq danışırdıq. Klassik kinoya yön verən məsələdən indi artıq klassik kinoya qarşı çıxan məsələdən danışırıq. Deməli burada adamlar həmin bu vaxtla həmin o klassik kinoya, orada storytellingə, orada kadrların gedişinə, belə deyək ki, davamlı montaj məsələsi dedikdə orada. Davamlı montaj məsələsinə artıq burada adamlar belə deyək ki, qarşı çıxırlar və yeni bir şey gətirirlər. Bu da bilirsən nəyə gətirib çıxardır? Bu da gətirib çıxardır bizim bugünkü məsəl üçün vlog məsələlərinə gətirib ortaya çıxardır. Məsəl üçün YouTuberlərin özlərinin çəkdikləri bir videolara gətirib çıxardır. Orada heç bir hekayə anlatıcılığı yoxdur. İndi məsəl üçün biz Vine-lara baxırıq da, bu İlkin Xəlilli var məsələn, Hüseyn var. Adamlara baxırsan, görürsən ki, adamlar özlərinin Vine videolarında bizim seriallarda oynayan çox aktyordan yaxşı oynayırlar. Yəni zarafatsız da və kifayət qədər güldürürlər adam. Yəni mənim xoşuma gəlir, çox yaxşı video çəkən adamlar var. Amma elə bunun yaranma yeri həmin o French Wave-dən gəlir. Çünki onların videolarında sən fikir versən, məsələn, bir hissədən ibarət olur. O hissədən ibarət olur və ondan qurtarıb çıxıb gedir. Yəni orada sən heç kimin özünün hekayəsinə getmirsən, heç kimin storytellingi olmur, hansısa kadr gedişatı olmur. Bir nəfər içəri gəlir ki, mən söhbət edib, qurtarıb getdi söhbət. Çox vaxtı belə olur. Ona görə də bunların da yaranma məsələsi 50-60-cı illərdə French Wave məsələsidir. Klassik qaydalara qarşı çıxırlar və insanların sərbəst stildə, belə deyək ki, işlər görməyini, sərbəst stildə kontent buraxmağına ilk addımları, ilk başlanğıcı elə məhz burada yaradır. Sonra danışacağımız mövzumuz, belə deyək ki, bu vertikal video formatının artıq bazara gəlməyindən söhbət gedir. Bir videomuzda mən demişdim, kiçik bir formada, indi bir dənə bir məsələni deyəcəm bu formada, bazarda nəyi dəyişdiyi məsələsinə uyğun. Deməli, baxın. Əvvəl biz bu unboxing videoları eləyirdik. Əvvəl biz məsəl üçün bu kimi videolara, unboxing videolarına və yaxud da hansısa balaca videolar kimi fikirləşsək, məsəl üçün yemək videolarına, bu videolara ancaq biz YouTube-da rast gəlirdik.
Yəni bunların mərkəzi YouTube idi 2005-ci ildən sonra. YouTube idi. 2008-2009-cu illərdə daha da sürətlənməyə başlayır və ta ki bugünkü dövrlərə qədər, yəni 2020-ci ilə qədər belə deyək də, Instagramdakı Reels məsələsi çıxana qədər artıq bu insanların özlərinin əlindəki telefonlarının, hansı ki onların daha da sürətli, yaxşı, keyfiyyətli video çəkməyinə başlayandan sonra insanlar artıq bu məsələləri daha çox vertikal video məsələlərinə gətirdilər. Yəni məsələn indi biz YouTube-a məsələn unboxing videolarını orada əlavə bir məqsəd kəsb eləmədən, hansısa bir detalından danışmadan paylaşmaq istəmirik. Yəni məsələn axırıncı videomuz var, qoyaraq burada baxarsınız. Axırıncı videolarımızın birində mən orada DJI-ın Mic Mini 2 mikrofonunun qutu açılışını eləmişəm. Amma mən fikirləşdim məsəl üçün o mikrofonun qutu açılışını YouTube-a yükləyəcək bir şey yoxdur. Ümumiyyətlə belə şeyləri YouTube-da horizontal video şəklində paylaşmağın artıq bir mənasının qalmadığını görürəm. Artıq o videolar, həmin kontent vertikal formasında çəkilib Instagramda, Shortsda, TikTokda paylaşılmalıdır. Və artıq belə deyək ki, kontent arasında bölünmə yaranır. Və sən kontentini fərqli yerlərə yükləmək məcburiyyətində qalırsan. Əvvəl bir dənə səndə YouTube var idi əlində. İndi amma bu qədər şey var, platforma var və onların hərəsinin də öz auditoriyası var. Məsələn biz TikToku niyə sildik? Çünki heç cür gedib auditoriyası da bilmirik də. Yəni o çatırıq auditoriyaya, o çatdığımız auditoriyanı biz istəmirik. Ona görə də məsəl üçün TikToku biz bağladıq, deaktiv elədik. Instagram üzərində məsəl üçün davam edirik. Instagram üzərində məsəl üçün görürük ki, həqiqətən də bizə lazım olanlar, məsəl üçün videoqraflarda, fotoqraflarda görürük ki, məsələn bizə lazım olan deyəndə hamı bizə lazımdır, amma yəni daha çox bu sahəyə maraqlı olan adamlar görürsən ki, başlayıblar səni izləməyə. Bu çox yaxşıdır, bu çox xoşumuza gəlir. Hər kəs çox sağ olsun izlədiyinə görə. Daha çox izləndikcə daha keyfiyyətli və daha yaxşı kontentlər buraxacaq. Amma bu kontentlər artıq getdikcə öz yerlərini dəyişdirirlər. Məsəl üçün, indi mənim bu qədər danışdığım bir videonu Instagram Reels-ə məsəl üçün yükləməzsən. Yəni, oranın şeyi deyil, bu YouTube-a gedir. Amma Instagramda yükləmək üçün çox qısa, tez bazar danışdığın, çünki insanların vaxtı yoxdur, tez Reels-i sürüşdürmək istəyir, baxmaq istəyir. Vertikal videoda bax belə şeylərin gətirib çıxartdı və insanlara artıq belə deyək ki, tam başqa bir şeyi öyrətdi. Növbəti danışacağımız məsələ isə bir dənə də minimalist dizayn üslubundan danışırıq bu videomuzda. Minimalist dizayn üslubu ümumiyyətlə, yəni siz bilirsiniz, bizdə Prodigmada foto, video, dizayn və development işlərinə məşğuluq. Yəni bizim danışdıqlarımızın hamısı bu həmişə əslində foto və video ilə bağlı olur çox vaxtı. Çünki oradan kontent daha çoxdur və daha maraqlı, daha çox insana çatır. Deməli, dizaynla bağlı bir məsələ danışaq. Minimalist dizayn üslubunun belə deyək ki, bazara gəlməyi məsələsidir. Minimalist dizayn üslubu əvvəllər məsəl üçün necə idi? Düzdür, indi bizdə o məsələyə girməyəcəm, bu ev məsələsinə. Bizdə yavaş-yavaş adamlar daha yaxşıya doğru getmək əvəzinə daha da pisləşir sanki. Deməli, məsələn, əvvəllər necə idi? Əvvəllər hər şey daha çox idi. Daha çox doldururdular, daha yaxşı göstərməyə çalışırdılar. Rənglər daha çox idi, fərqli şeylər var idi. Düzdür, məsəl üçün onların da müəyyən gözəllikləri var idi. Məsələn, indi bu gün biz gedib tutaq ki, Avropada, Rusiyada və yaxud da dünyanın başqa ölkələrində də fərqli mədəniyyətləri sən görəndə, keçmişə baxanda, biz məsəl üçün 2 il bundan qabaq, 1 il bundan qabaq Pakistana gedəndə, Pakistana deməli biz bir dənə qalaya getmişik. Sən təsəvvür elə ki, qalanın giriş qapısı 10 metr hündürlüyündədir. Giriş qapısıdır, prosto qapıdır. Nəyə görə 10 metr hündürlüyündədir və böyük belə zərlərlə zadla da belə normal düzəldilib. Çünki ora kral gələndə, kral filin üstündə gəlirdi. Yəni, şah filin üstündə gəlir öz sarayına, birbaşa otağına fillə gedir. İndi sən bir dənə təsəvvür elə o sarayın böyüklüyünü. Biz o sarayda gəzirik, sən təsəvvür elə ki, piləkənləri də fillərə uyğun düzəldiblər. Məsəl üçün, piləkənin bir dırnağını biz çıxırdıq, 4 addım gedirdik, sonra o bir dırnağını çıxırdıq. Yəni, bunu bu formada düzəldiblər. Bu filin ayaqlarına uyğun olaraq düzəldilib. Qapıya baxırsan belə nə boydadır qapı. Yəni dövrün tələbləri dəyişdikcə bu məsələlər dəyişir. İndi də məsələn minimalist dizayn üslubu gəlib. Bəyəndiyimiz üslublardan biridir. Sadə, insanlara məlumatı çatdırmaqla məşğuldur, ancaq əlavə şeylərə yol vermir. Bir dənə ingilislərin bir sözü var, o məsələni demək istəyirəm. Deməli, less is more deyirlər. Less is more nədir? Yəni daha az qoymaqla daha çox şey çatdıra bilirsiniz. Məsəl üçün bu stol 1.50-nin 70-ə bir stoldur. Bu stolun üstündə bir dənə mənim burada planşetim var. Mən qırağa qətiyyən baxmıram. Çünki bilirəm ki, orada heç nə yoxdur, boşluqdur. Ancaq planşetə yönəlirəm. Və yaxud çaşqamı görürəm.
içində suyum qalıbmı, qalmayıbmı, o içimmi, içməyimmi bunu fikirləşirəm. Yəni planşetə yönəlirəm. Burada əlavə qıraqda məsəl üçün çoxlu şeylər olsaydı, onların hamısı mənim diqqətimi korlayacaqdı, diqqətimi qarışdıracaqdılar. Amma mən ancaq hal-hazırda planşetimə doğru yönəlirəm və ona baxıram. Minimalist dizayn üslubuna bu çox yaxşı nümunə olmaya bilər, amma ki azın çox olduğundan söhbət gedir. Mən buna yönlənirəm və burada olan məlumatı daha yaxşı qavraya bilirəm. Azdır və mənə daha çox məlumatı çatdırır. Yəni bu məsələdən söhbət gedir. Və minimalist dizayn üslubu da buna doğru yönəlmiş bir şeydir və indiki dövrümüzdə daha çox tətbiq olunur. Bizdə məsələn o videoları Azərbaycanlılar deyir, mətbəx seçirlər. Bu yox, bu yox, bu yox. Qəşəng mətbəxlər göstərirlər belə. Bu yox, bu yox, bu yox. Axırda gəlir bir dənə belə qızılı hər yerdən şeylər tökülər belə. Nə bilim böyük şeylərlə, stullarla, zadla bir dənə mətbəx göstərir. Deyir ki, o əladır. Bu məsəl üçün minimalist deyil də, bu köhnədə qalan başqa bir dizayn üslubudur. Yəni bu interyerdə olan bu üslubların adlarını mən bilmirəm, amma və bu ancaq interyerə doğru gedir, amma əslində interyer tərəfindən yox, mən şey tərəfindən danışıram. Bu birisi qrafik dizayn tərəfindən, web dizayn tərəfindən danışıram. Əvvəllər məsəl üçün bir dənə sayta girəndə baxırdın ora, bu qazetlər necə görünürdüsə, həmin formada görünürdü. Hər yerdə balaca şeylər, konteynerlər var idi və həmin konteynerlərin içində polnu dolu məlumatlar var idi. Saytda istədiyin rəngi tapa bilirdin. Yəni hərəsi bir fontda yazılmışdı. Hər şey qarışıq idi. Çünki bir səhifə idi və o məlumat çatdırsın deyə istifadə olunurdu. Amma indi girirsən, daha çox boşluqlar görürsən, background görürsən, olan məlumatlar sənin sıra diqqətini ona cəlb edir. Minimalist, rahat, sənə belə deyək ki, lazım olan məlumatı çatdırmaq üçün dizayn olunan şeylərdir. Bunlar indiki dövrdə daha çox tətbiq olunur və bu minimalist dizayn üslubu gəlməklə insanların indiki dövrü ilə belə deyək ki, daha çox ayaqlaşmağa, insanların vaxtının daha az getməyinə və daha çox məlumat ala bilməyinə yönələn bir, belə deyək ki, bir üslub oldu, bir forma oldu. Belə, bugünkü Timeless News'umuzda da bu mövzulardan danışdıq. Gələn videomuzda news olar ya da timeless olar, bilmirik, baxarıq, görüşərik. Hələlik sağ olun.